və deyə müstəcab olur, yerinə yetirir və yaxud da bu gün edilən dualar neçə illərdən sonra üçün edilir. Yəni bax bu məsələyə ətraflı bir baxaq. Bəli, dünənki söhbətimizdə keçmiş duaların bugünkü dualara, bugünkü duaların gələcək dualara olan təsirindən söhbət açdıq və bunu qeyd etdik ki, ümumiyyətlə yalnız çətinlikdə dua etmək, asayişdə dua etməmək yaxşı bir məsələ deyil. Hər halda dua etək, həm çətinlikdə, həm asayişdə. Allah sağlam vaxtı biz dua etdikdə sanki o duanı qoyur, saxlayır kənarda. Biz xəstələnəndə o duaya baxaraq bu duaya münasibət bildirir. Yəni bizim keçmişdə elədiyimiz dualar bugünkü dualarımıza təsiri var. Və bu duadan danışarkən sizlərlə bunu qeyd edim ki, həqiqətən biz hamımız həyatımızı dualarımıza borcluyuq. Həyatımızı dualarımıza borcluyuq. Yəni doğrudan da o dualar ola bilsin öz dualarımızdır, ola bilsin inanclı, imanlı qardaşlarımızın duasıdır, ola bilsin bizdən əsrlər öncə yaşayan Allah dostlarının duasıdır. Biz pərdənin o tərəfini görə bilmirik deyənə bəzi vaxtlar bir müvəffəqiyyətlər qazanırıq. Halbuki ola bilər ki, neçə əsr bundan qabaq yaşayan bir Allah dostunun duası və nəfəsi gəlib mənim vücuduma təsirini göstərir. Necə ki, məsələn, İbrahim Peyğəmbərdən danışarkən, İbrahim Peyğəmbər belə bir dua edir. Deyir, Rabbena, ey bizim Rəbbimiz, İğfirli və li validey və lil müminin yevmə yəqumul hisab. Allahım, həm məni bağışla, həm atamı, anamı bağışla, həm də inanclıları, imanlıları bağışla. Qiyamətə qədər Allahın Peyğəmbəri olan Xəlilullah, Allah dostu, qiyamətə qədər olan insanları düşünür. Elə belə Allah dostu olmadı ki, insanı, bəşəriyyəti düşünməyən Allah dostu ola bilməz. Allahın dostu olmaq istəsə, gələk maksimum şəkildə öz həyatın üçün deyil, yəni yalnız özü düşünüb yaşamamalısan, yaşadığın əsri düşünməlisən, özündən sonraki əsrləri düşünməlisən, özündən sonraki nəsilləri düşünməlisən və bunu düşündükdə artıq dua etdikdə o duaya Allah bərəkət verir və o qədər bərəkət verir ki, o dua əsrləri ötə-ötə gəlib bizə çatır. Ümumiyyətlə, bərəkətli dualar zamanları aşır, məkanları aşır. Necə ki, İbrahim Peyğəmbər Kəbə evini tikib qutarandan sonra Allah ona deyir ki, səslə insanları çağır ziyarətə. Deyir, Allahım, burada mı? Burada bir kəs yoxdur ki. Deyirsən səslə, sədavı çatdıracam. Onun sədası bugünə qədər gəlib bizə çatıb və biz onun sədasını sanki eşidirik, gedirik Kəbə evinə ziyarət eləməyə. Pak insan bu qədər qiymətlidir. Pak insanın duası bu qədər dəyərlidir. Və bu İbrahim Peyğəmbər o qədər həqiqətən onun həyatına baxırsan, doğrudan da nələr çəkib, nə zəhmətlər çəkib, nələr edib və onun bir duası da var, Quranda yer alıb. O duada həmən Peyğəmbərimiz, həmən İbrahim Peyğəmbər belə buyurur, Rabbena وَبْأَسْ فِيهِمْ رَسُولًا مِنْهُمْ يَتْلُوا عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَ وَيُزَكِّيهِمْ. Biz ümməti düşünür. Peyğəmbərin, sonuncu Peyğəmbərin ümmətini düşünür. Bizim Peyğəmbər üçün dua edir. Allahım, bu ümmətə elə bir Peyğəmbər göndər ki, o Peyğəmbər gəlsin, Allahın ayələrini tilavət eləsin, onları elm və hikmətlə zinətləndirsin və onları paklasın. Allah bu İbrahimin duasını eşidir və İbrahimin duasını eşidir. Cümə surəsində ayə nazil edir. Huvellezî ba'se fil ummiyyîne rasûlen minhum yatlu aleyhim âyâtih ve yuzakkihim ve yuallimuhul kitâbe vel hikme ve in kânu min qabl lefi zalâlin mubîn. Allah deyir, Peyğəmbər göndərdi. Necə İbrahim dua elədi, həmən duaya Allah sanki cavab verir. Hətta bizim Peyğəmbərimizin bir dənə cümləsini mən çoxdan oxumuşdum. Deyir, mən İbrahimin qəbul olunmuş duasıyam. İbrahim mənə dua eləmişdi. Yəni, bir insanın duası necə əsrləri ötüb keçə bilər. Yəni, mən dünənki söhbətimdə bunu qeyd etdim sizə ki, mənim 20 il bundan qabaq etdiyim dua, bugünkü duama təsiri var. İndi mövzu dəyişdi. Əsrlər öncə bir şəxs dua edir, o dua gəlir, bizə çatır. İnanın ki, belədir. Yəni, dua bu qədər qiymətlidir, dua bu qədər əzəmətli bir neymətdir ki, Allah onu bizə xəzinə olaraq verib. Duanın özünü təkrar istəmək necə? Məsələn, cənnət istəyirəm Allahdan. Bir var deyim, Allah cənnəti ver mənə. Bir də var deyim, Allah cənnəti ver mənə. Bunu da təkrar, israrlı şəkildə istəmək olar mı, yoxsa yox? Bu 2. 3. Ümumiyyətlə, müxtəlif günlərdə bir duanı, məsələn, 10 ay, 1 il istəmək. Buna dinin baxışı.
hədislərdə, marifimizdə, hədis marifimizdə dinlədik bunu. Hər üçü haqqında hədislərimiz var və ayəmiz var. Ki, bizdən bunu istəyiblər ki, təkrarlayın və israrlı şəkildə istəyin. Mən burada qeyd eləmişəm. Həqiqətən zəngindir də dua marifi. Çox zəngindir. Birinci, bunu qeyd eləməmişdən qabaq mən sizə bunu söyleyeyim. Evet, Allah xoşu gəlir ki, israrla bir şey istəyir, ondan yoxsa yox. Allahın bəşərdən israrla bir şey istəməsindən xoşu gəlmir. Bir-birinin 50 saatı görüb, hər 2 gündən bir o saatı verərsən mənə. Qəşəngdir saatım. Adam gözü toxular. Hər şey adam istəməz. 50 dəfə adam bir şey istəməz. Allah xoşu gəlir bundan. Doğru, tam doğru. Xoşu gəlir. Hədisini deyim sizə. Və innəllaha əzzə və cəl. Allahımız. Kərihə ilhahən nas bə'zəhum əla bə'zi. İnsanların biri digərindən israrlı bir şey istəməsindən xoşu gəlir. Bu bir tərəf, həll elədik. Keçdik, İmam Baqirdən hədis. Əhəbbə zalik li nəfsihi. Amma özü üçün çox xoşu gəlir. Deyim, məndən çox istəyir. Mən bezən deyirəm. Hər gün istə. Allah bunu ver, Allah bunu ver, Allah bunu ver. Məndən narahat olun. Mənim xoşum gəlir bundan. Yəni birində bir əşya görübsə biri, yəni məsələn bir saat, hər dəqiqə desin bu saat verməyin, elə ondan sonra Allahdan istəsin. Əşya məsəl üçün deyirəm də, Allahdan israrla istəsin. Burada bir problem yox. Allahdan israrla istəmək çox gözəldir və Allah bunu bəyənir. Bəşərdən istəməkdən bəyənir. Bax, birinci dua. Birinci məsələ. Hədisdə var ki, İmam Baqir əleyhissalam deyir, kənə əbi, atam, İmam Səccad yəni, yəlihhu, yəlihhu, ərəb dilində tərcüməsi israrla. İsrarla dua eləyirdi, fit dua. İsrarla deyirdi. Nə deyirdi? Yaqul, ya Rabbi, ya Rabbi, ya Rabbi, hətta yənqətiyən nəfəs. Nəfəsi kesilirdi. Gedirdi səccəydi. Ya Rəbb, ya Rəbb, ya Rəbb, ya Rəbb. Summə yavud. Sonra məsələn, öz yerində. Yəni, mən ki, əvvələ dedim, deyəyimi? Ya Rəbb, ya Rəbb, ya Rəbb. Hədisdir bu. 10 dəfə deyin, ya Allah, ya Allah, ya Allah. Hədisdir bu. Hacət alanda 7 dəfə deyin, ya Ərhəmər Rahimin, ya Ərhəmər Rahimin. Hətta mən sizə bir dənə söz deyim. Bunu gələn verilişlərə deyirdim. Mən nə qədər mövzu açmışam, hələ deyirəm gələn verilişlərə ümid edirəm çatdıraram. Ümumiyyətlə, məsumların həyatına baxaq görək, Allahın hansı adından çox istifadə ediblər. Allahın nə qədər adı var da, Cəmil, Səttar, Qəffar. Dua eləyəndə hansı addan çox istifadə edirlər? Bunu mən gələn verilişə deyərəm inşallah. İnşallah. Dinləyərlər, izləyərlər, ümid edirəm ki, deyərəm. Hacı, mən üzr istəyirəm. Burada bir məsələ də var da, yəni Allah özü istəyir bəndəsinin o münacat səsini, dua səsini ki də. Mən üzr istəyirəm, o Peyğəmbərdən belə bir rəvayət var, üzr istəyirəm. Bir nəfər gəlir, Peyğəmbər Əkramın qapısını döyür, Peyğəmbərdən səs gəlir ki, buyurun, bir də döyür, deyir, buyurun, neçə dəfələrlə bu işi təkrarlayır, deyir, niyə birinci dəfədən, yəni, dedi, mən dəfələrlə sizin o səsinizi, buyurun, sözünüzü eşitmək istəyir. Yəni, Allah da istəyir bəndəsini yəqin ki, bu cürlərdə o münacat səsini, o sıskıntı ilə, yəni üzüntü ilə. Bu haqda hədis var, deyərəm onu da, düz o cür istəyir ki, o bəndəsi sıskına, onun qabağında əyləsinə, bir şeyi dəfələrlə, təkidlə, necə ki, bir uşaq, o bir övlad anası ilə dükana girə, darta onun ətəyindən ki, o şokolatı mənim üçün, o konfeti al. Düzdür, məsələn, fərqi çoxdur, amma burada Allah həzz aparır da yəqin ki. Bəli, Seyyid ağa, hədis var bunun haqqında, çox gözəl yerində. Və bir dənə hədis var, üsulu kafidə olmalıdır. Deyir, bir hacəti istədiyin təxminən sayında bir dənə o yan bu yan deyə bilərəm, amma belədir. Deyir, 10 dəfə deyilən ya Rəbb, sonra deyilən Rəbbi. Niyə? Ya Rəbb uzaqdan çağırmaqdır. Rəbbi, daha o qədər yaxınlaşdım ki, sənə sanki çəkildi pərdələr, indi deyirəm Rəbbi, ay mən Rəbbim. Da yanı qoydu o kənara. Yəni, bunun mənası nə çıxarışın elmi olursa, niyə bizə deyiblər, ya Rəbbi, ya Rəbbi. Elə bil, hə ya Rəbbi deyəndə bir pilə yaxınlaşır. Hə ya Rəbbi deyirsə bir pilə. O qədər yaxınlaşır ki, gəlib çatsan qapıya. Axı, günahlarımız insanı uzaqlaşdırıraq Allahdan. Bir dənə maraqlı söz deyim sizə. Allah bizim hamımıza yaxın deyil. Hamımıza yaxındır da. Necə olur ki, sonunda biz ondan uzaq oluruq? Bunun cavabı var yoxsa yox? Bunun da cavabı var, hədislərdə. Buna toxunacağım inşallah. Ola bilər ki, Allah bizə yaxındır, biz ondan uzaq. Deyərsə, bunu hardan çıxarışın, ayəsini də deyəcəm sizə. İzah da verəcəm, həm əqli tərəfi, həm nəqli tərəfi, inşallah.
Yəni bəşər Allaha yaxın, Allah bəşərə yaxındır, bəşər Allahdan uzaqdır. Ona görə bizə deyirən ya Rəbbi. Niyə namaza deyirik? Qurbətən ilallah. Qurb nədir? Yaxınlaşmaq. Yaxınlaşmaq. Deməli, gəldim namazı bir pilə yaxınlaşır. Deməli, uzaq idim ki, yaxınlaşıram da. Yaxın insan niyə? Deməli, Allaha aparan yol o qədər uzundur. Getsən qutarmır ki. Getsən nə qədər qutarmır. Hər an elə bir ya Rəbb, ya Rəbb, ya Rəbb nə olursan, Allaha yaxınlaşırsan. Bu bir məsələ. Deməli, hədisdə belə qeyd olundu ki, bizdən istənilib ki, israrlı şəkildə Allahın adını çəkin. 10 dəfə deyən ya Ərhəmər Rahim. Məsələn, deyən 10 dəfə ya Allah. Müşkül yoxdur. Hədisdə ya Ərhəmər Rahim 7 dənə gəl. 10 dəfə də düşsən olar. İndi ikinci hədis sizə deyirəm. O nədir? İndi keçdim duanın özünə. Duanın özünü təkrar eləmək olar yoxsa yox? Bəli. Hədisdə deyir, duamızı təkrar deyir. Misal. Kənən Nəbi, əziz Peyğəmbərimiz. İzə da'a, elə ki dua edirdi, da'a səlasən, 3 dəfə dua eləyərdi. İzə sə'alə, sə'alə səlasən. Bir şey istəyəndə 3 dəfə istəyərdi Allahdan. Allah bunu mənə ver, Allah bunu mənə ver, Allah bunu mənə ver. İsrar edərdi. Bəli. Bunu bir yağ dediyimdə Allah sözünü mən çoxaltdım. İndi dediyimdə duamızı getmirsin səcdəyə. Adam var ha, böyük şey istəyir. Bir dənə Allah bunu verərsə durub çıxdı getdi. Çox istədi. Böyük bir məsələni açmısan, bir kəlmə deyirsən, gəlsən. Dinəndə bir 5-6 verdi də. Allah, məni islah elə. Allah, məni islah elə. Allah, əlimdən tut məni. Sabit qədəm elə məni. Təkrar elə bu sözləri. Niyə narahatsan ki? Allah yorulmur. Sən özün bilərsən. Sən də çox yorma özünü ya. Ruh elə bir, bizim ruhumuz elədir ki, gələk orada o balansı qorumaq lazımdır. Deməli, xülasə, bunu istəyirəm deyim ki, təkrar duada olar. Hətta mən hədis oxumuşam. Seyda, hədis maraqlıdır. Buyurulur ki, deyir, mən sə'aləl cənnə, səlasə mərrat. Kim cənnəti Allahdan istəsə? Bir dəfə yox. 3 dəfə. Cənnətdən cavab gələr. Qalətil cənnə. Allahümmə ədxilha əl-cənnə. Allah, bu çox cənnətdir. Bunlar daxil et cənnətə. Onu gətir mənim qonağım elə. Cənnətə aşiqdir axı. Cənnəti istəyir. Allah, cənnət danışır. Necə ki, cəhənnəm danışır. Quranda ayəsi var. Cəhənnəm uzaqdan öz əhlini görəndə fəryad çəkir. Cəhənnəm özü danışır. Allah deyir, həl min məzid varsa yenə ver bunlardan mənə. Cəhənnəm maraqlı aləmdir də. İndi biz birazca uzaq düşmüşük. Ləv tə'aləmunə ilməl yəqin lətərəvunməl cəhim. Əgər elmul yəqin olsaydı, cəhənnəmə elə indiyən görərdik biz. İndiyən görərdik biz. İnsan indiyən cəhənnəmə gözü günah eləyər. İnsan indi dayanıb cənnətə baxsa, nə qədər ibadətı şövqlə eləyər. Cənnətə baxsa, Allah dostlarını görsən, Peyğəmbəri görsən. Bunun nə qədər ləzzəti var. Baxın, biz görə bilmirik, o demək deyil ki, yoxdur. Hədis budur. O insan ki, 3 dəfə deyir cənnət, cənnətə aşiqdir də. Allah, cənnət nə deyir? Allah, mənim qonağımdır. Əlbəttə, burada yeri var bunu deyim, ha. Bəzi insanlar cənnətə aşiqdir, bəzi insanlar var, cənnət ona aşiqdir. Əşiqətil cənnəli Salman və Əbazər və Miqdad hədisdə var. Cənnət aşiq oldu Salmana, Miqdada, Əbazərə. İndi onlar dua edir, Allah Salmanı gətir bura. Bunu çıxarış kimi deyim də, aşiqdirsə istəyərdi Allahdan, yəni mən aşiqəmsə istəyirəm də onu. Adam var cənnəti istəyir Allahdan, cənnət də, adam da var cənnət onu istəyir, deyir onu gətir. Aşiqəm ona, mən onu görmək istəyirəm yaxından. 3 dəfə bir duanı təkrarlamaq. Davamını da deyim də, mən istəcarə minən narı səlasən. Kim 3 dəfə deyər, Allahım, ya Rəbbəl aləmin, cəhənnəmdən məni xilas elə. Cəhənnəmdən qoru, cəhənnəmdən qoru. Cəhənnəmin özündən səda gələr. Səda nədir? Qalətin nar, cəhənnəm özü deyər. Allahümmə əcirhu minən nar. Allah onu qoru məndən. Allah, qoru məndən. 3 dəfə. Fikir verdiniz? Duanı 3 dəfə təkrarlamaq. İndi keçdim mövzuda. 3-cüsü. 3 sevməmişdim. İndi başqa söz deyirəm. Bir duanı dəfələrlə eləmək. Mən indi bir axı dediyimdə gedirdim səcdəyə, bir şey 3 dəfə istəyirdim. İndi başqa söz istəyirəmsə. Səhər istəyirəm, axşam istəyirəm, sabah istəyirəm, Kəbəyə gedirəm istəyirəm, yatanda istəyirəm. Olarmı bu yoxsa yox? Allah deyir, belə səni görmək istəyirəm. وَاسْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ. Mənim bəzi məndələrim var, səhər, axşam elə dua edirlər. Səhər, axşam istəyirlər. İstəyin, gözəldir. Hələ səhər, axşam istəyin. Allahın elə bizdən istəyi budur da.
İza təmənnə əhadukum fəlyəstəksir. Hədisə var. Elə ki, bəzilərimiz bir hacəti oldu, çox istəyin hacətinizi. Hər gün istəyin. Sabah da istə, bugün də istə. Bəli. Niyə burada sual çıxır ki, yəni bir dəfə desən versin də, o da cavabı var ha. Bir Seydağa yaxşı toxundu ona, hədisdən çıxarış edib. Ya ilham oldu ona, ya hədisi oxuyub deyib, onu bilmirəm də, özü bilir. Təbii ki, şairlərə ilham olur həmişə. O hədislərdə də qeyd olunur, Allah özü gecikdirir, eşitmək istəyir. Mən o hədisin gələn yazmışam, hazır qoymuşam. Gələn söhbətlərimizə deyərəm ki, niyə Allah belə uzadır? Səsini eşitmək istəyir. Məşuq da istəyər aşiq onun zəfərlərlə səsləsin də. Bəli, olduğu kimi.